Artıq qrup mərhələsi başa çatdı. Ahmet 16-da bir final mərhələsində artıq start götürüb. İlk qalib məlumdur, Kanada millisidir. Qrup mərhələsinin bir ümumi dəyərləndirəsi olsaq, sənin üçün kənarda qalan sürpriz milli komanda kimi deyərdin və ya play-offa vəsiqə qazanan millilərdən hansını sürpriz olaraq qeyd eləyərdin? Sözün açığı, kənarda qalan komandalar məncə Koreya və Türkiyə komandasının 16-da bir final mərhələsinə çıxmaması sürpriz kimi dəyərləndirilə bilər. Və Afrikadan səhv eləmirəmsə 9 komandanın birdən, yəni belə baxsaq elə Fransanı da qaçsaq ora 10 komandadır. 10 millidən 9-u növbəti. Yəni Fransa millisinin də heyətində demək olar ki 70% futbolçular Afrikalıdır. Tək Fransa yox, amma ümumiyyətlə Yəni, elə bir ki, Afrikalı futbolçular zəngin alıbdır. Çünki futbol artıq daha çox atletikləşdiyi üçün məncə bunun əsas səbəblərindən biri Afrikalılar artıq nəinki futbolda, digər idman növlərində də artıq belə deyək də Allah Taala'nın onlara verdiyi o hansı ki o bilmirəm, yəqin ki bəzi izləyicilərimiz genetika ilə çox da necə deyirlər, maraqlandıqlarına inanmıram, amma bəziləri bəlkə də o fikirləri var. Afrikalı insanların belə deyək də işçilik kimi yox, sadəcə yəni bu reallıqdır. Ağ insandan əzələ kütləsi 2 qat daha çoxdur. Yəni minimum. Yəni ona görə də artıq belə deyək də futbol da, məsəl üçün basketbol da və yaxud da atletizm idman növləri, yəni bu insanlar üçün çox uyğundur və bunun da bugünkü futbol reallığında biz son elə qızıl topun sahiblərinə də baxsaq görməkdəyik. O ki qaldı dünya çempionatına, məncə dünya çempionatında ən böyük müzakirə mövzularından biri Dünya Futbol Qurumu FIFA'nın təşkilatçılıqdan əlavə o hansı ki məncə bir turnir varsa və o turnirə bütün ölkələr, iştirakçı ölkələr eyni gözlə baxılmırsa, məncə burada elə bunun özü başlıca bir problemdir. Hansı ki biz burada İran millisini qeyd edə bilərik. Yəni çox dünyanın gözü önündə bir komandaya qarşı ikili standartlar belə deyək açıq şəkildə təqib olundu. Əgər FIFA'nın bir reklamı var, işçiliyə qarşı son. Yəni bu özü böyük bir işçilikdir mənə görə. Yəni burada futbolçulardır, bu siyasətin buna dəxli var. Əgər ya o komandanı o turnirə buraxmamalısan, ya da ki yəni hətta ona baxmayaraq belə, yəni İran play-offu son anda əldən çıxardı. Məğlub olmadı komanda. Hansı ki mənə görə o vurduqları qol da təmiz qol idi. Yəni mən elə fikirləşirəm. Yəni ümumi götürsək dünya çempionatı ab-havasından məncə uzaq bir çempionatdır. Bunun da əsas səbəblərindən biri, yəni oyunların həm Avropa vaxtına, həm Asiya vaxtına görə, yəni elə bir vaxtlarda oyunlar keçirilir ki, sanki hərdən mənə elə gəlir ki, stadionda olanlardan başqa sanki heç kim futbola baxmır. Yəni belə bir həqiqətən də belə bir nüans da var. Yadınıza gəlirsə digər dünya çempionatlarında, Avropa çempionatlarında şərhçilər olurdu, oradan canlı yayımlar olurdu. Yəni hal-hazırda mən hətta İngiltərədə, Fransada belə hərdən qlobalda qabağımıza çıxırdı. Yəni onlar da yoxdur. Amerikanın özündə belə o qədər böyükdür ki, həm Amerika, həm Kanada, həm Meksika. Yəni yadına gəlirsə bundan öncəki qardaş yazdı Boliviyadan. Qardaş sən hardasan, neçə vaxt sən axtarırıq biz. Deməli, təsəvvür elə ki, Nicat, o əvvəlki çempionatlarda o insanlar küçələrdə böyük ekranlar qarşısında oyunları izləyirdilər. Yadına gəlirsə. Bəli. Yəni indi tək-tük hallarda biz bunu görürük. Amma İranlılarla razıyam, həqiqətən vaxtla bağlı bir problemdir. Amma digər tərəfdən nəzərə alaq ki, həmişə Avropa ölkələrində keçirilib, vaxt bizim üçün rahat olub. Okean o tərəfi problem yaşayıb vaxtla bağlı. Hardasa balans pozulmaması üçün bu da lazımdır. Bəzən o əziyyəti biz də çəkmək məcburiyyətindəyik. Yəni bu hardasa anlaşılandı, amma çətin olduğu qəbul olunandır. İranla bağlı bir mənalı şəkildə bu təkcə meydanda bu hiss olunmadı. Milli komanda təsəvvür elə, səhv etməsə Meksikada məskunlaşdı. Tijuana'da məskunlaşmışdı. Hər oyun gəl Amerikada oyna və oyundan dərhal sonra Amerikanı tərk etməli idilər.
Yəni icazə yox idi ki, komanda qalsın, o bərpa dövrü vardı. Ən azından həmin gecəni qalıb növbəti gün gedə bilərdilər. Orada bir şey bırakırsan, Meksika'dan danışmayayım. Meksika'dan Amerika keçəndə onları hər dəfə viza kontrol edirlər. O da saatlarla çəkir. Saatlarla hamısı problemdir. Yəni özün də futbolçu olmusan, Ahmet, hə? Psixoloji baxımından bu problemdir. Fiziki olaraq futbolçular yorulurlar. Yəni O da tək İran millisinə qarşı deyil ha. O başqa millilərdə millilər var. vardır. Bəs Hansı futbol- ki o status baxımından ölkələr var ki, elə ölkələr var ki, onları saatlarla o kontrolda saxlayırdılar. Nə bilim, belə deyək də, itlərlə və yaxud da hansısa cihazlarla yoxlayırlar, Hətta eləyirlər. Ronaldo'nun bir replikası vardı ki, bəlkə açığında çıxardım yoxlayasın. Yəni belə sözün açığı və futbolu NBA kimi eləmək istəyirlər, reklamlar, nə bilim falan filan, amma hər şeyə rəğmən o oynanılan oyun dünya çempionatındakı məncə yəni çox da maraqsız keçmir. Mən elə ona gəlməyə çalışırdım. Problemləri sadalayıb nöqtəni ondan qoymağa çalışırdım. Ahmet, İran millisi ilə bağlı xoş sözlər onu deyim ki, bu qədər maneələrə rəğmən həqiqətən çox layiqli futbol sərgilədilər, meydanda layiqli mübarizə apardılar və məğlub olmadan Məğlub oldular. Məğlub olmadan dünya Məğlub olmadan məğlub olub dünya çempionatını tərk etdilər. Bəlkə də elə yeganə milli komanda olacaq ki, dünya çempionatında məğlubiyyətsiz başa vurdular. Türkiyə millisi qapını bərk çırpdı. Amma niyə bu şəkildə sevindiklərini anlaya bilmədim. Hər halda böyük bir uğursuzluq yaşadılar, böyük bir məyusluq var idi. Sanki bütün hisslərini bu oyuna qoyub çıxartdılar. Amma düşünürəm ki, Türkiyə millisi rahatlıqla növbəti mərhələdə ola bilərdi. O həmin o rahatlıq. Bir heç-heçə bəs eləyirdi Bir Türklər. heç-heçə elə Paragvayla oyunda alınacaq heç-heçə bəs eləyirdi. Amma ümumi bütün problemlərə rəğmən açığı mən gözləmirdim. Amma son illərin dünya çempionatları ilə müqayisə edəndə kifayət qədər maraqlı dünya çempionatı keçdiyini deməliyəm. Futbol baxımından meydandakı mübarizə baxımından. Son olaraq Rusiyada belə bir çempionat izləmişdik. Orada belə Ahmet, hansı oyunlarda nəticələr rahatlıqla tabloya əks olunurdu, hansı oyunlarda rahat Futbol qələbələr inkişaf var idi. eləyir axı, Amma artıq. indi heç bir hətta Panama belə görsən ki, bütün oyunlara məğlub oldu, amma rahat təslim olmadı, mübarizə apardılar, hətta iddialı, güclü rəqiblərlə oyunlarda. Görürsən ki, heç kim rahatlıqla təslim olmağı düşünmür. Bu baxımdan düşünürəm ki, meydanda kifayət qədər maraqlı oyunlara, mübarizələrə şahidlik edilir. Ən əsası, bilirsən, planında olmayan oyun var, amma ekranın başına keçib baxanda oyun elə gedir ki, oyun səni cəlb eləyir. Oturub oyuna baxırsan, oyunu izləyirsən. Bu baxımdan düşünürəm ki, dəyərli izləyicilərimiz də bu barədə müəyyən şərhlərini yazarlar. Mən düşünürəm ki, sırf meydan baxımından hətta su fasilələri mən birmənalı qəbul eləmirəm də. Hər hissədə 3 dəqiqəlik su fasilələri olur. Hətta bəzən havalar normal keçdiyi halda belə o su fasilələri tətbiq olunur. O belə futbolun ruhuna ciddi mənada təsir edir. Əslində mən çox narahat idim ki, bu fasilələr məşqçilər də narazı idi, futbolçular da narazı idi ki, o sürətə təsir eləyəcək, tempə təsir eləyəcək. Amma görünən odur ki, ciddi mənada hər hansı bir təsir olmur. Keçən dəfə çox maraqlı bir şərhə rast gəldim. Bir nəfər deyirdi ki, yayda su fasilələri olur, düzdür? Yəni qışda da çox soyuq olur da, qışda da çay fasilələri olsun. Yaxşı təklifdir. Yaxşı təklifdir.